Deməli, bu məsələdə əvvəlcə təcili arasında əlaqə tapmaq lazımdır. Təcili arasında əlaqəni gəlmə qüvvələrindən istifadə edərək tapa bilərik. Biz bilirik ki, gəlmə qüvvələri daxili qüvvələr olduqlarına görə onların gördüyü işlərin cəmi sıfıra bərabər olmalıdır. Məsələn, T-ni vurursunuz S-aya, A-nın yer dəyişməsinə əlif olacaq bu. Ə, A sağa gedir, A nöqtəsi T-nin əksinədir. Üstünə gəlirsiniz. 3 dənə T buna təsir eləyir. 3T vurulsun S1, bunun yer dəyişməsi. Sağ tərəfdə də 2T təsir eləyir. Üstə gəlmişsin, müsbət iş görür. Fikir verin, 2T sola, A2 də sola. Eyni istiqamətdədirsə hərəkətlər müsbət iş görür. 2T vurulsun. S2 bərabər 0 olmalıdır. Təbii ki, bunların əvəzinə sürətlər də yaza bilərsiniz, yer dəyişmələrdə. Düzdür, məsələn, bir dənə qeyd eləsəz ki, S bərabərdir A-T kvadrat bölü 2-dir. Yəni, düzdür, yuxarı yaşlar törəmə kimi də qeyd eləyə bilər. 2 dəfə törəməz. Belə də yazsınız. Hamısında A-T kvadrat bölü 2-lə getsək. Yəni, mənfi T-ni vurarsınız A-ya. Üstünə gələrsiniz. 3 vurulsun, T vurulsun, S1-in əvəzinə A1. 2T vurulsun, S2-nin əvəzinə A2 bərabərdir 0. T'lər gedəcək olar. 3A1 üstə gəl, 2A2 nə alınır? A-ya bərabər alınır. Və adı saatı. Bax, bu birinci təcillər arasında əlaqəni bu cür tapırsınız. Sonra isə hər bir cismə təsir edən qüvvələrin əvəzləyicisini tapırsınız. Təbii ki, burada sürtünmə qüvvəsini nəzərə almalıdır. İndi burada -0 verib, bu qararlıdır mı? Yox. Yuxarıdakı mül var şu an. Yuxarıdakından nəzərə alsaq. Sağa getsə bu cisim, ona sola doğru sürtünmə təsir edəcək. Düzmür. Ona sola doğru sürtünmə təsir edir. Bu cisimə sürtünmə 1 deyirəm. O da sürtünmə 2 deyəcəm. Hər birinin qiyməti, əgər kütlələr eynidirsə, mühümcə olacaq da, çünki mühüm də eyni verib. Məsələn, birinci cisim üçün nə yazıram uşaqlar? 3D sola çıxılsın. F sürtünmə, burada F qüvvəsini də verib, düzdürmü? F qüvvəsi ilə nəyə bərabər olacaq uşaqlar? T cərimə qüvvəsinə. Bunu da yadda saxlayaq. Yəni, bunu birinci yazıram. T'lər hamısını alacaq. Arada A nöqtəsinin üçün, əgər istəsəz belə yazarım. A nöqtəsi üçün tənlik yazsaq, deyə bilərsiniz ki, maraqlıdır. Niyə F T-yə bərabərdir uşaqlar? A nöqtəsinə təsir edən F sağa, T sola bərabərdir. MA vurulsun nə yazacağım? A. MA nədir burada? İp uzanmayan və çəkisiz ipdir. Yəni, MA burada kiçik bir hissə götürsəm, o MA-nın 0 olduğunu deyə bilərəmmi? İpin çəkisi yoxdur. Hər bir nöqtədə kütlə 0-dır. Ona görə də buna təcili var, amma kütləsi 0-a yaxınlaşdığına görə 0 deyirəm. Yəni, F bərabərdir T olur. Aşağıda nə yaza bilərəm? Məsələn, birinci cisim üçün. Daha 3T yox, 3F yazıram. Yəni, ona təsir edən T'lər hamısı ilə F-ə bərabərdir. 3F sağa, çıxılsın F sürtünmə 1, bərabərdir. F sürtünmə 1-in də əvəzinə elə MC yazacağım. MC bərabərdir MA1-ə. Digəri üçün yazıram ki, 2T sağa, çıxılsın F sürtünmə 2, bərabərdir nəyə? F sürtünmə 2-nin də əvəzinə MC yazım. Belə MC bərabərdir. Bunun da əvəzinə 2. Bərabər olacaq MA2. Aydın oldu mu belə? Bəli, müəllim, aydındır. Burada uşaqlar F-in təbii məsələ ki, F-in şərtləri də var da. Məsələn, 3F müəmcədən böyük olmalıdır ki, bu cisim hərəkət eləsin və yaxud 2F müəmcədən böyük olmalıdır ki, bu cisim hərəkət eləsin. Yəni, bu cür şərtlərimiz var. Ona axırda da baxa bilərik, indidən də baxa bilərik bu şərtlərə də. Deməli, ümumi şəkildə indi qəbul edir ki, F elə bir böyüklükdədir ki, hər ikisinin hərəkəti var. Yəni, hər ikisinin hərəkətinə hər iki cismi hərəkət etdirə bilir. Bu da hansı böyüklükdə olmalıdır uşaqlar? Bunun üçüncüdənimiz belə. Hansı böyüklükdə olmalıdır ki, hər iki cismi hərəkət elətdirsin? Dediyim kimi, 3F böyük olsa müəmcədən, birinci cismi soldakını hərəkət elətdirəcək, 2F böyüksə müəmcədən və aralarında da ola bilər. Yəni, heç biri hərəkət eləməyə bilər, biri hərəkət eləyə bilər, ikisi də hərəkət eləyə bilər. Məsələ budur. İndi o hallara baxa bilərik, amma hələ ki, gəlin belə deyək, tutaq ki, hər ikisini hərəkət elətdirmə
elətdirə bilir. Bu halda elə əgər 2F böyük olsa müəmcədən, yəni F böyük olsa müəmcə bölünsün 2-dən, neyləyə bilir? Hər ikisini hərəkət etdirə bilir. Çünki e, birincini hərəkət etdirmək üçün müəmcə böl 3-dən böyük olmalıdır. Müəmcə böl 3 də bundan nədir? Kiçik də onsuzda. Düzdür? Müəmcə böl 2-dən kiçik. Yəni müəmcə böl 2-dən böyükdürsə, bu cismi hərəkət elətdirə bilir. Onda yuxarıdakını da avtomatik bilir ki, hərəkət elətdirə bilir, təcil verə bilir. Niyə? Çünki əgər yerinə qoysaq, görəcəksiniz ki, müəmcədən daha böyük alınır da. Müəmcə bölü 2-ni qoysaq, 2-də 3 müəmcə alınacaq, 3 seçin əvvəlinə qoyun. Yəni daha böyük alınır da. Ona görə hər ikisi təcil olacaq. Bu hala baxırıq. Hər iki cisim deyək. Hər iki cisim təcil alır bu halda. Onda uşaqlar A1-i A2-ni tapıb bir dənə yuxarıda yerinə qoymalıyam da. A nöqtəsinin təcilini tapın deyir. Bizə F-lər verilib, mülər verilib. Ona görə mən sadəcə A1-i A2-ni yəni rahat tapa bilərəm buradan. Hər bir cismin təcilini buradan rahat tapmaq olacaq. A1 bərabərdir. İstəsəniz burada da tapın. A1 bərabərdir. 3F bölünsün M çıxılsın müj. A2 bərabərdir. 2F bölünsün M çıxılsın müj. Birinci tənlim var idi. Bax, bu birinci tənlim olsun. Bu ikinci. Bu ikinci. Bu üç, bu dörd. 4 dənə tənliyim vardı. İndi orada F bərabər T-ni nəzərə almasaz, əsas 3 dənə tənliyimiz var. Amma o da nəzərə alınmalıdır. Bərabərlikdir. 3, 4. Uşaqlar, 3 və 4-dən bunları tapdıq mı? Gətirib 1-də yerinə qoyuruq. 3A1, birinci tənliyimiz nə idi? 3A1, üstə gəl 2A2. Nə olmalıdır? A-ya bərabər olmalıdır. Bizə də elə bu A lazımdır. Yerinə qoyaq. 3 vurulsun A1 nədir? 3 vurulsun 3E bölüm çıxılsın 3 vurulsun müj deməkdir. Yəni buna vururam. Üstə gəl 2 vurulsun A2 də buna vuracam da. 2 vurulsun 2F bölünsün M çıxılsın 2 müjdir. Onda A bərabər olacaq. Sonda uşaqlar 9F bölüm budur. 4F bölüm bu. 13F bölüm elədi mi? Siz çıxmısınız bunu necəsə? Bilmirəm niyə. Çıxmısınız 5 almışsınız. 9 bu da 4 eləyir 13F bölüm. Çıxılsın 3 müj burada, 2 müj burada, 5 müj. Mən təcillərin istiqamətini səhv götürəndə, daha doğrusu iş üçün tənliyi yazanda əvvəl alınır, çıxılsın alınır. Niyə axı səhv götürürsünüz ki? Burada səhv götürəndə sürtünmə də fərqli alınır. Ona görə səhv götürməyin. Yəni sağa götürsə sürtünmə sola alınacağına görə təbii ki, səhv bir şey verəcək. Baxanda bilinir də uşaqlar. Bu 3T hərəkət elətdirir cismi sağa getməlidir. Burada da 2T hərəkət elətdirir sola getməlidir və salam. Bir dənə də, yəni bu tənliklər bəlli məsələdir. Bir dənə də burada kinematik əlaqə, təcil arasında əlaqəni tapmaq üçün görülən işlərin cəmi sıfırdır. Bu qaydadan istifadə edilir. T-ləri A-lara vururuq, amma mənfi iş görürsə mənfi TA yazırıq, müsbət iş görürsə müsbət TA-ları yazırıq və s. İndi burada ən aşağıda alınan 13 bölünsün M çıxılsın 5 müj. Bu hər ikisi üçün, hər ikisi hərəkət eləyəndədir. Dediyim kimi F böyüdür, müəmcə bölünsün 2, hər ikisi təcil alar. Yəni burada müxtəlif hallar vardır. Məsələn, A variantı bu. B variantında F tutaq ki, birindən böyük olsun, birindən kiçik. Məsələn, A2 bu hərəkət eləməsin, bu eləsin. Birinci hərəkət eləsin. Nə olmalıdır onda? F arada olmalıdır da, böyük olmalıdır. Müəmcə bölücüdən, bax, müəmcə bölücüdən böyük olsa, fikir verin. Yəni 3F böyük olacaq nədən? Müəmcədən. Birinci hərəkət edəcək. Amma kiçik olsa nədən? Müəmcə böl 2-dən. Onda hansı hərəkət eləməz uşaqlar? Müəmcə böl 2-dən kiçik olsa. Bax, bu ifadədən. Yəni 2F kiçik olsa müəmcədən, ikinci hərəkət eləməz. Birinci təcil olar. Yəni A1 sıfır olmaz. A2 sıfır olar. Bu şərt. A1 sıfır olmaz, A2 amma sıfır olar. Yəni hərəkət eləməz də, düzdür? Orada sürtünmə fərqlidir. Statik sürtünmədir. Sürət sürtünmə qüvvəsi yaranır orada. Aydındır?
Müəllim, orada 3 müəmc böl, daha doğrusu müəmc böl 3 kiçik də f yazmışsa, orada kiçik bərabərdir yazmamızın və ya kiçik yazmamızın fərqi var. İndi sırf tədil alması üçün yazıram bunu. Bərabər olsa tədil almazaq. Təcili olsun da sıfır olmasın. İndi bu halda uşaqlar A təcili var A. A təcili. Nə alınacaq? Fikir versəz 2A2 sıfırdır, gedəcək sıfıra. 3A1-ə bərabər alınacaq. A bərabər olacaq nəyə? Normalda 3A1 üstəgəl 2A2-dir. A2 də bu şərt daxilində sıfır olduğuna görə 3A1 qalır. 3A1 də nədir? 3A1 də burada nədir uşaqlar? Direkt yuxarıdan tapmışıq da A1-i. 3F böleyim. Yəni 3A1 bərabərdir. 3'ü A1'e vuranda 9F bölü M alınacaq. Çıxılsın 3 müc. Belə biri alınacaq. Aydındır mı? Bir də var ki, heç biri hərəkət eləyə bilməz. Yəni, F kiçik olsun nədən? Müəmcə bölücüdən də. Bu halda, yəni müəmcə bölücüdən böyük olsa, uşaqlar hər ikisi hərəkət edir. Bu ikisi arasında olsa biri hərəkət edir, bundan da kiçik olsa heç biri hərəkət eləmir. Yəni, hərəkət təcilər sıfır olur da belə. A1 də sıfırdır, A2 də sıfırdır. Sıfır, sıfır, sıfır. Onda A nə olacaq? A bərabər də sıfır olacaq. Aydındır mı? Bax, məsələ budur. Aydın olur. Şöyle. Bəli, müəllim, aydındır. Demə, baxın, sual varsa verin. Çox maraqlı məsələdir. O, ABC variantları. Orada sual varsa oradan da verə bilərsiniz. Yəni ki, niyə oldu? Biz variantlara böldük. Yəni, məsələ bilirsiniz nədir uşaqlar? Bu hala baxın. Bax, bu hala. Yəni, bu tənliklərə. Bu tənliklərdə A1-in sıfırdan fərqli olması üçün 3F nə olmalıdır? Yəni, A1 sıfır olmaması üçün 3F böyük olmalıdır nədən? Müəmcə ifadəsindən. 3F müəmcədən böyükdürsə, F də nədən böyükdür? Müəmcə bölücüdən. Baxın, A1 sıfır olmaması üçün 3F böyük olmalıdır müəmcədən. Yəni, F böyük olmalıdır nədən? Müəmcə A1'in sıfır olmaması üçün 3F böyük olmalıdır müəmcədən. Yəni, F böyük olmalıdır müəmcə bölücüdən. Buradan başladık biz, bax. Sıfır olmama şərtləri. A2'nin sıfır olmaması üçün 2F böyük olmalıdır müəmcədən. Buradan da alınır ki, F böyük olmalıdır müəmcə bölücüdən. Yəni, daha böyüyü müəmcə bölücüdə, düzdür mü uşaqlar? Müəmcə bölücüdən böyük olsa hər ikisindən böyük olacaq. Müəmcə bölücüdən də. Onda birinci haldır. Təcil alacaq hər ikisi. İkinci hal, ortalarında bir şey olsa, yəni müəmcə bölücüdən böyük, amma müəmcə bölücüdən kiçik olsa, onda A2 sıfır olacaq. Deyə bilərsiniz, bəs necə ola bilər? A2 necə sıfırdır? Yəni, orada yaranan sürüşmə qüvvəsindən kiçikdirsə, deməli o qalacaq, tarazda qalacaq da, hərəkət eləməyəcək, düzdürmü? Yəni, hərəkət eləməsi üçün biz sürüşmə qüvvəsini aşmalıyıq. Ona görə müəmcədən böyük deyirəm. Aydındır? Sürüşmə qüvvəsindən yuxarı qüvvəm olmasa, 2T var ha orada, o 2. Sürüşmə qüvvəsindən yuxarı daha böyük bir qiymət almasa, təbii ki o ikinci cisim sükunətdə qalacaq. Yəni, təcili sıfır olacaq. Aydındır? Və təcili sıfırdırsa, mən burada yerinə qoyanda fərq edir. Fikir verin. Məsələn, A2 sıfır olanda A 9F böləyim, çıxılsın 3 müc. Deyə bilərsiniz ki, müəllim, niyə fərq edir? Elə A2 sıfır olanda da eyni ifadə niyə alınmır? Ona görə ki, uşaqlar, sürtünmə dəyişir. Sürtünmə qüvvəsi avtomat keçid oldu nə? Şünəl sürtünmə qüvvəsi. Aydındır mı? Şünəl sürtünmə qüvvəsi olduğuna görə ifadələrimiz dəyişəcək. Aydındır. Yəni, nəyə görə deyirəm? Deyə bilər, mənim müəmcə 2F-dən böyük deyil. Onda bu geriyə doğru hərəkət eləsin də. Elə şey ola bilər. Hə, uşaqlar. Sual gələ bilər. Müəmcə 2F-dən böyük alınır da. Yəni,
Böyük, daha doğrusu müəmcə 2F-dən böyük olanda deyirəm ki, cisim hərəkət eləməz. Onda e, elə cisim sağa doğru hərəkət eləsin də müəmcə böyük olanda. Mənim Sürtünmə üstünə qüvvəsi sürtünmə istiqamətində, qüvvəsi ona bərabər sürtünmə olur da. qüvvəsi istiqamətdə hərəkət eləyə bilməz, düzdürmü? Bəli, mənim üstünə. Bəli, ona görə. Bəs nə olacaq? Niyə tarazında qalacaq? Çünki orada sola doğru 2F yaranacaq, sağa doğru da 2F sünət sürtünmə qüvvəsi yaranacaq. 2F qiymətlidir və sünətdə qalacaq. Vəssalam. Yəni, məsələ bundan ibarət. Sual varmı?